Azərbaycanın keçmiş Xarici İşlər Naziri Elmar Məmmədyarovun Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla şərikli bizneslərinin olduğu ilə bağlı məlumatlar yayılıb. İddiaya görə Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir. Həmin şirkətlərin illik dövriyyəsi 600 milyon dollardan yuxarıdır. Üstəlik Məmmədyarov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürüb. Və əziz tamaşaçılar, hər halda belə bir iddianı Qlobal Info yazıb. Mən isə tamaşaçılara diqqətinə çatdırım ki, az əvvəl elə efirimizdən qabaq Elmar Məmmədyarovla əlaqə saxladıq və onun bu məsələyə münasibətini öyrəndik. Əminəm ki, hər halda sizə də maraqlıdır və odur ki, Elmar Məmmədyarovu gəlin birlikdə dinləyək. Deməli, dostlar, verilişimizi bəyənin və paylaşın. Müəllim, salam. Tamam. Bu Ləman Əşrəf qızıdır, jurnalist. Bir informasiyanı oxudum sizinlə bağlı, bir açıqlamanızı istəyirdim. Bir xəbəri Qlobal Info saytı yazıb ki, Məmmədyarovun Lavrovla şərikli biznesi var. Xəbərini paylaşıblar. Mən artıq buna komment verdim, şərh elədim. Dedim ki, əgər o adam var ki, onu deməli yazıblar, bəlkə onların faktları var. Əgər onlar bir şey tapsalar, vallahi deyirlər, Ramazan bayramı gəlir, mən onlara hədiyyə verəcəyim ona. Eləmə. Niyə ümumiyyətlə son vaxtlar siz belə gündəmə gəlmişsiniz? Bilmirəm, maraqlıdır. Yazıq 5 ildir hakimiyyətdə deyiləm, elə deyəsən. Yəqin ki, kiminsə mən deyirəm, kiminsə marağı var da bundan yazmağa. Aha, aydındır. Siz keçən dəfə də 5-ci kolon deyəndə elə sizin adınız bir neçə nazirin sırasında Rusiyanın 5-ci kolonu nümayəndəsi kimi adınız adlandırıldı. Onu da mən komment vermişəm. Deyirəm kiminsə qarın ağrısı var da. 5 il hakimiyyətdə deyiləm, Məmmədiyarov yəqin oxucular var, oxuyurlar mənim haqqımda. Ona görə də yəqin maraq var. Əziz tamaşaçılar, bu Elmar Məmmədiyarov idi və diqqətinizə çatdırım ki, o Lavrovla şərikli biznesi olduğuna dair iddialara belə bir gülərək cavab verdi. Həm də eyni zamanda bildirir ki, bəli, kimlərinsə ona qarşı qərəzi var, kiminsə qarın ağrısı tutub və bu Elmar Məmmədyarovun dediyim kimi fikirləri idi, mən sizinlə bölüşdüm.